Biz nə ibadəti, nə itaəti, nə günahı düz tanıtdırmırıq cəmaata. Kimə desən ki, övladın nizamlı olacaq bu dinə gəlsə, deyər, əla. Uzun müddətli proqram lazımdır insana bu yola daxil olmaq üçün. Biz də təqdim eləyək uzun müddətli proqram, yaşam proqramı, yaşam nizamı. Cəmaat namazının fəlsəfəsinə bax. Deyir, evdə namaz qılmayın, gəlin bir yerdə, hər gün bir yerdə, əylün bir yerdə durun. Nə demək istəyir? Yəni, birlikdə yaşamalısınız, bir-birinizə uyğunlaşmalısınız, ictimai varlıqsız. Hərəkətləriniz sinkron, bir-birindən əlaqəli olmalıdır. Həyatda da hərəkətləriniz cəmaat namazındakı kimi olmalıdır. Bir-birinizdən əlaqəli olmalıdır. Bir-birinizə uyğunlaşmalısınız, güzəşt etməlisiniz. Ki, o harmoniya pozulmasın, cəmiyyətin ümumi harmoniyası pozulmasın. Bir cəmaat namazının verdiyi dərslərdir. Vallahi elə bunlardır, elə bilməyin ki, mən bunu özümdən düzəldirəm. Bu insanda bir düşüncə formalaşdırmalıdır bu din haqqında. Təsəvvür formalaşdırmalıdır. Kim dünyada nizamlı, intizamlı, səliqəli olsa bu dindən xoşu gələr, əgər biz ortada mani olmasaq. Deyər, nə qəşəng dindir bu. Başdan ayağa adamı səliqə, səhmana, nizam, intizama istiqamətləndirir. İnsan günahla mübarizə aparması üçün bir proqramla yaşamalıdır, nizam, intizamlı yaşamalıdır. Xahiş edirəm, zamanlar tədbiq eləsin, Ramazan ayından başlasın, sonrayacan. Görsələr, alınmır, gəlsinlər, mənə nə desələr razıyam, başıma aşağı salıb qulaq asacam, qəbul edəcəm. Əgər bunu eləsələr, alınmasa, mümkün deyil alınması. İkinci nədir? İkinci dedir ki, insan özünü sevməlidir. İnsana özünü sevməyi təlqin eləmək lazımdır, izah eləmək lazımdır, insana anlatmaq lazımdır, öz mənafeyini anlatmaq lazımdır. Yarış başlayıb, Ramazan ayı daxil oldu, hilal doğdu, yəni yarış, təzə yarış başlandı. Fəzilətlər uğrunda yarış. Hamı gərək yuxarı baxsın, yuxarı, nə qazanım özüm üçün. İnsan belə bir varlıqdır ümumiyyətlə ki, eşqində istər-istəməz mənfəət var. Hətta istəməsə belə, eşq mənfəətə qarışıb insanda. İnsan belə bir varlıqdır. Mənfəət yəni nə? Xeyir var sevgisində. Biz gedirik İmam Hüseynin qapısına, indi getmişik qapısına. Heç bir mükafat istəmirik, düzdür. Bizə hal gəlir, gözümüzdən yaş gəlir, halımız dəyişir. Heç nə istəmirik biz mükafat. Amma Allah nə deyir? Gözdən bir damcı yaş çıxsa, dəryalarca günaha bağışlayaram. Qiyamət günü bu eşqi ilə İmam Hüseyin bizi xəcalətdə eləyəcək. Qiyamət günü Həzrəti Zəhra onun övladına, göz yaşı tökənlərə təşəkkür eləyəndə, yenə görəcəksən ki, bunun da xeyri mənə gəldi çatdı. İstədim bir iş görüm ki, orada öz xeyrim olmasın. Hüseyinə ağlayım, yanım, bir nəfər Allah dostuna yanım, Allah onu da əvəzsiz qoymadı. Necə yəni? Sən ürəyim mənim dostuma yanıb, gəl bura, Peyğəmbər buyurur ki, bunu mən borclu qalmayacam, sizə aparacam öz yanıma.